Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel mursalin. Ala seyyidina nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefqahu qawli. Birincisi, əziz və dəyərli qardaşlarım, dəyərli müsəlmanlar, ilk öncə özümə, sonrasını hər birinizə uca o böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəfs edirəm. Həqiqətən də uca o böyük olan Rəbbimiz mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahdan ən çox qorxanınız, yəni təqvalı olanınızdır. Uca o böyük olan Rəbbimizdən qorxmaq, Allah Taala'nın üzərimizdə olan əmrlərini yerinə yetirmək, nəyi ki bizlərə qadan edibsə, nədən ki çəkinməyi əmr edibsə, o şeylərdən uzaq durmaq olar, bu sifəti qazanmaq olar. Və ilk öncə mən sizin səhvkar olan Rəşad qardaşınızı təbrik edirəm. Və Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem yeri ailə quranlar üçün dua edərək buyurar ki, Bərakallahu ləkə və bərak aleyhi və cəmən beynəkumə fi xeyr. Əziz qardaşım, Allah Taala sənin bu evliliyini xeyirli, bərəkətli, faydalı və nə ki xeyirlər varsa həm səni, həm zövcəni bu xeyirlərin üzərində cəm etsin. Və həmçinin dua edirəm ki, Allah Subhanahu wa Ta'ala sənə, ailinə xeyirli, zürriyyət, salih övladlar bəxş etsin. Və dua edirəm ki, Allah Subhanahu wa Ta'ala həm səni, həm ailəni, həm bütün müsəlmanları ailələri ilə bir yerdə cənnətin ən yüksək məqamı olan Firdevs cənnətinə yerləşdirsin. Və biz gözəl bir ailəyik, Ramazan ayındayıq və Ramazan ayı fəziləti, dəyəri, qiyməti Peyğəmbər sallallahu aleyhi ve sellem həmçinin səhabələrin yanında çox böyük. Biz onlara baxanda görürük ki, onlar Ramazan ayı çox xüsusi bir şəkildə hazırlaşarlar və Ramazana yetişmək üçün Allah Subhanahu wa Ta'ala dua edirlər. Çünki onlar Ramazana çatmamaq qorxusu var onlardan. Və onlar bilirlər ki, Ramazana yetişmək, Ramazana çatmaq nə deməkdir. Ona görə də bu ayı səbirsizliklə gözləyir və Allahdan bu aya yetişmələri üçün dua edir. Və elhamdülillah ki, Allah Subhanahu Ta'ala bizi bu ayı çatdırıb və bu ayın artıq ortasındayıq. 15 günü artıq sondadır. Kim bu 15 gündə nə etdiysə, qazandısa Allah həmd etsin. Kim ki heç bir şey qazanmayıbsa, heç olmasa çalışsın ki, bu son 15 günündə nə etsin? İbadətlərini çoxalsın, tövbələri çoxalsın, Quran oxumaqdır, zikr etmək, dualar etmək. Çünki Ramazan ayı digər 11 aydan fərqlənir. Çünki Ramazan ayında nə etsən, digər 11 aydan daha savabı, fəziləti, mükafatı daha çoxdur. Ramazanda verilən sədəqələr, Ramazanda oxunan Quran, Ramazanda edilən ümrə ziyarəti belə digər aylarda edilən ümrədən, ibadətlərdən nədir? Fərqlənir savabı baxımından. Ona görə də bu ayı gözəl bir şəkildə ibadətlə keçirməyi və həmçinin gözəl bir şəkildə sona çatdırmağı Allah Subhanahu wa Ta'ala diləyirəm ki, Allah Ta'ala bizim üçün bu Ramazanın sona qədər çatdırmağı asanlaşdırsın. Ramazan sözü, qardaşlarım, ra, mim, dal hərflərindən ibarətdir. 3 dənə hərfdən ibarətdir və mənası yandırmaq demək, yandırmaq, yandıran. Yəni, insanların günahlarını yandırdığı üçün ona bu ad verilmişdir, Ramazan sözü. Həmçinin bəzi təfsirçilər deyirlər ki, Ramazan sözünün mənası o əkinçilərin həsrətlə gözlədikləri bol və bərəkətli yağış mənasındadır. Bol və bərəkətli yağış, yəni insanın həyatına xeyir və bərəkət gətirdiyi üçün. Və Ramazan ayı yeganə aydır ki, Allah Subhanahu wa Ta'ala onun ismini Quran-ı Kərimdə zikr etmişdir. Bəqərə surəsində 182-187-ci ayətlərində Allah Taala bu ayı zikr etmişdir və İslam təqvimi ilə 9-cu aydır Ramazan ayı. İslam təqvimi ilə Ramazan ayı 9-cu aydır. O ki qaldı oruç kəlməsinə, oruç yəni fars sözüdür. Həmçinin namaz da fars sözüdür. Yəni bunlar Allah və Peyğəmbəri sallallahu aleyhi ve sellem bizə dediyi o sözlər deyil. Yəni bunlar farslardan keçmədir. Və oruç kəlməsinin mənası insanın həbs etməsi, tutması, saxlaması deməkdir. Və bilirsiniz ki, şəriətimizdə sözün lüğəti mənası var və həmçində şəriətdə olan mənası var. Yəni bunlar mütləq bilmək lazımdır və ayrı-ayrı şeylərdir.
Ola bilər ki, lüğətdə bir kəlmə təhlükəli olmasın, amma şəriətdə o təhlükəli bir kəlmə olsun. Misal üçün, şirk sözü şəriklik mənasındadır lüğətdə, amma şəriətə gəldikdə isə bu Allah Teala'ya şərik qoşmaqdır və ən böyük zülmdür Allah'a qarşı. Hansı ki Allah Teala bağışlamadığı bir günahdır. Və həmçində oruc kəlməsi də həbs etmək, saxlamaq deməkdir. Lakin şəriətdə mənası isə gün çıxandan, gün batana qədər yeməkdən, içməkdən və həmçində şəhvətdən insanın öz nəfsini həbs etməsi, saxlaması deməkdir. Şəriətdə bunun mənası budur. Və Ramazan ayı müsəlmanlara hicrətin 2-ci ilində Allah Resulü sallallahu aleyhi ve sellem Məkkədən Mədinəyə hicrət etdikdən sonra əmr edilmişdir. Bilirsiniz ki, 13 il Məkkədə dəvət etdikdən sonra 10 il Mədinədə və hicrətin 2-ci ilində oruc müsəlmanlara nə etmişdir? Fərz edilmişdir. Və həmçinin Ramazanın xeyirli və bərəkətli olmasının səbəblərindən bütün səməvi kitablar, qardaşlarım, bu ayda nazil olmuşdur. Bildiyimiz Tövratdır, İncildir, Zəburdur, Quran-ı Kərimdir, İbrahimin suhuflarıdır, səhifələrin hamısı Allah Resulü sallallahu aleyhi ve sellem'dən gələn səhih hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Ramazanın 5-ci gecəsi İbrahimin səhifələri, 9-cu gecə Zəbur, Davuda nazil olan Zəbur, 15-ci gecə Musa'ya gələn Tövrat, sonra 19-cu gecə İncil, İsa aleyhissalama nazil olan və 25-ci gecə isə Allah Resulü buyurur ki, Quran-ı Kərim nədir, nazil olmuşdur. Ona görə bəzi alimlər də bu hədisə əsasən söyləyirlər ki, Qədir gecəsi 25-ci gecədir. 25-ci gecədir. Və biz artıq, əlhamdülillah ki, son gecələrə, son ən fəzilətli olan gecələrə yaxınlaşırıq. Bu da Ramazanın son 10 günüdür. Yəqin ki, qardaşlar tərəfindən günlər bəlli olandan deyiləcək hansı günlərdir. Yəni, cütdən təkə keçən gecədir. 21, 23, 25, 29-cu gecələrdir. Hansı ki, Peyğəmbər sallallahu aleyhi ve sellem və bu gecələri son 10 günü ibadətlə keçirməyi bizlərə tövsiyə edilir. Çünki Allah Teala da Qədr surəsində 1000 aydan xeyirli olduğunu bizə buyurur. Yəni bu gecənin, yəni Qədr gecəsinin 1000 aydan xeyirli olduğunu bizlərə buyurur. Və 1000 ayda hardasa insan hesablasan ömür nə? 82-83 il insan ömrünə bərabər. Ki, hansı ki Allah Teala bu vaxtları, bu günləri, bu həftənin içində olan günlərdir, aylardır, müəyyən məkanlardır, yerlərdir. Allah Teala o şeyləri seçib müsəlmanlarsın. Başqa dinlərdə belə bir şey heç vaxt görməzsiniz. Bu ancaq İslam dinindədir. Hansı ki Allah Teala müəyyən məkanlara, müəyyən yerləri məhz müsəlmanlar üçün seçib ki, müsəlmanlar o günü ibadət etməklə savablarını artırsınlar. Məsələn, Məkkədir, Mədinədir, xüsusi olaraq seçilmiş yerlərdir ki, hansı ki orada edilən ibadətlər başqa edilən ibadətlərdən daha qat-qat üstündür. Həmçinin də həftənin cümə günüdür və yaxud da bu Ramazan ayıdır, hansı ki Allah Teala tərəfindən seçilir ki, müsəlmanlar öz savablarını və mükafatlarını artırsınlar və bu da son 10 günün içərisində olan Qədr gecəsidir ki, bir gecədir ki, hansı ki o gecə 1000 aydan nədir? Xeyirli, faydalı və bərəkətlidir. Və sonunda yenə də qardaşımızı təbrik edirəm. Allah Subhanahu taala onun müəssisini xeyirli, faydalı və bərəkətli etsin. Dua edirəm ki, Allah Teala bu ayda etdiyimiz ibadətləri, tutduğumuz orucları Allah Teala öz dərgahında qəbul buyursun. Çünki sahabələr Ramazan bitəndən sonra da 6 ay dua edirlər ki, ya Rabbi, bu ayda etdiyimiz ibadətləri qəbul buyur. Önəmli olan da o ibadətlərin qəbul olunmasıdır, qardaşlarım. Allah Subhanahu taala bizləri əfv etsin, bizləri bağışlasın. Qardaşı yenə təbrik edirəm. Subhanəkə Allahumma bihamdik, əşhədu ən la ilahe illə ente, estağfiruke və etûbü ileyk.